посмотрим архив. Arxivlarda saqlanıb qalğan rəsmi dokumentlarga qaraganda Orta Baltayda birinci Ağaç məşid 1833 yılda salına. Onu avuldaşlar bilan birgə bir tuğan min Hacettin, Ziyaddin, İbrahim, Əhmədcan, Məhəmməd Vəliyevlər düzdü. 1875 yılda məşiddə Minhaj Həzrət imamlıq etə başlay. Ol öz ömründə avulda 2 məşid saldıra. 1936 yılda buadan bir orusunu getirtib manarasını kisələr, məşidlər yabıla. Məşid manarasının üskü temirilişi bugün avul ziratında saqlana. Məhəmməd Şakir Həzrətinin oğlu bugün indi mərhum bolğan İslam ağa Şakirov bundan 10 yıl elək Orta Baltayga qayıtıb, әтисе zərriklövlərdən qaçıb Özbekistanğa ketgəç. 6 balalı ailənin ağır xatirələr bilə ortaqlaşqa. Avul məktəbində bırçaq şurpası pişirib balalarga aşatalar idi. Bizni siz kulak balaları deyib bırçaq şurpası da vermədilər. Yılaşıb qayıtdıq ikən baba bilan. Yani işlay, biz yılıyız. Şonday bir ol tragediyanı söz bilen təsvirdə bəytiyo bir ağır. Məşidlər yabılsa da Sovet çırında avulda aşıqdan aşıq bolmasa da dini işləri alıb barıla, mollasa da bola. Şoların birisi Vəğiz Babay Nuğmanov. Ol 1967 yıldan 1992 yıla kadar Orta Baltayda mollalıq etdi. Cumgalarını jırt sayın jırıb okuylar, qaşıb jırt qaşıb. Gayitlerini indi, gayit namazlarını ziyaretçisine okuylar, jaykin bolsa, qış günündə jırtlarda okuylar. Vəğiz Babay dini yolalarını alıb baro bilan birgə avuldağı 2 ziratını da qarab tərtibdə tuta. Uzgan qasırın 60-cı yıllar ortasında avul qartları üzara kengəşələrdə avul Soveti bilan qabr qazırışın, kirekler saqlarışın deyib, mənə şunday munça qədərginə yurt salıb qoyalar. Əmməlikin avul qartları bik xeyləkər hem akıllı bulalar. Əlbəttə biri də onun ardındağı sarayda kirekler saqlansa, onlar şuşu yurtqa yerib, cumğa namazların, gayet namazlarını okurga deyib 1991 yılga kadar əlgi yurtna foydalanalar. Onlar bizden bile kengəşdən başqa bir nəsə işləmədilər. Lakin biz onların bilmemişki, görmemişki çalıştık. Bizge indi mında anketler jibereleriye, sizde gayet buldu mu? Neçe kişi qatnaştı? Biz indi gayetler yok, bulmadı. Bir kimde gayetge kelişi bulmadı biz. Uzgan yılını apastılarının Qozandağı Yaqtaşlıq Cəmiyyəti rayon məşidləri turunda 2000 danədə kitab bastırıb çıxarğan. Onda hər avuldağı məşid tarixi, onda işləvçi mullalar yazmışı turunda bay material verilgən. Orta Baltay məşidləri haqqındağı yazmalarını avulun bugünkü imamı Azad Həzrət yetəkçiligindəgi türküm əzirləgən. Azad əli bugün də avulğa həm məşidkə qağılışlı burunqu yazmalarını izləv bilən məşğul. Əli küpdən tüyülgənə Tataristan Dövlət Arxivindən tağın birinci dokument kilgen. Bu dokumentda en qızıqsındırğan sanları bizim 1909 yılda Orta Baltay yolunda 226 yurt girilib yaşap turgan. Mene şunысы bek de kızıklı. Orta Baltaydağı bugünkü məşid 1833 yılda salınған birinci məşid ornunda dizili. Dürüsün aytırga kerak, onu tüzü ildəgi iqtisatının en ağır şarına toru kele. Aytırga kerak, bütün шығымlarının 75-80% kolxoz көтерді. Халық көтеріп жиған ақша енді ол бас жабу, шоның іші тире тұту, шоның ішілерге әтіп, зданияны, тіп, помещениені мәшітлерінің kolxoz yaşadık. Nindigine ağırlıklar bulmasın, Biyik Toqay etmişli Baltaylılarının 7 qırban çalıp sıragan tilekleri tırmışqa aşa 1992 yılının 8 aprelinde məşidinin oylu manarasını küterip koyalar. Bugün məşiddə gün sayın azan eytilip, namazlar okula, gayetler hem her türlü dini beyramlar uza. Şuşu avulun zatlı nesilinden çıkan, uzak yıllar şifahanede şefkat tutaşı bulup işlegen Minira Pagizatulina 2007 yılda Muhammediye medresesini tamamlap koyta da məşiddə balalarga hem xatan kızlarga İslam dinini negizlərin iretüge kirişe. Biz olar bilə fiqh fənnən, sirr fənnən, təcvid fənnən, aqidini, həm Arab grafikası bilə Qur'anni dürüst etib oqurğa öyrənib çıxabız. Minira alıb barğan 3 yıllık kurslarda Baltaylılarına tügül, tirə көрші avullardan da kelib oquylar. Bizning rayonda eng dərəcəli obro'li avustaylarning birisi bo'lib turadi. Ko'bisi onun təcrübəsini öyrənə, həm də özünün işində qollana. Hem mine indi bizning barımızda tileklerimiz şu, Minira avustay örnəgində kübrek məşidkə yaş balalarını tartı. Minira xanım kibik uzaq yıllar davamında avulda dini hem dünyavi işlərdə qatnaşıb, xalqның ruhi ihtiyaclarını qanağatləndirüdə zor işçənlik alıb barışlarga bütün Dünya Tatar Kongresining rəhmət xatları böləkləri tapşırıldı. Qozan qonağı, dini jırlar icad etüşü avtor başqaruvchi İlyas Xalikov öz jırları bilan avul xalqın uylanırga da, qay birəvlərini hətta yıllarga da məcbur etmək qalmağandır. Yandırın kubde azan, Rabbim yazgan tur yoluna,
Аллага шөкер, бүген авылларда да иманыбызга кайту, динебез язмышына, үзебезнең яшәү рәвешебезгә кагылышлы җырлар иҗат итүче үзешчән коллективлар эшләп тора. Аллага шөкер, менә бу дини җырлар нәкъ шул менә туйларда, никахларда еш кулланыла. Һәм менә бу безнең күп кенә дини бәйрәмнәр, Мәүлид бәйрәмнәре булсынмы, Корбан бәйрәмнәре булсынмы, Гаит бәйрәмнәре булсынмы, Оренбург өлкәсе, Ульяна өлкәсе, Самара, Тольятти, Идел буе төбәкләрендә менә кайда татарлар яши, без шуларга инде барып, менә үзебезнең дини җырларыбызны тәкъдим итәбез. Дөньяларда тынычлык урнашып, киләчәктә дә ислам юлында булып, гомер итәргә насыйп булсын. Бу бүген Балтайлыларның гына түгел, миллионнарның теләге. Апас районыннан Рамис Сафин, Татарлар.